Salam hörmətli Neftçi TV izləyiciləri. Binə Qəsəbə stadionundan hər birinizi salamlayıram. Bugün Əvəzəcilər Liqasının Qarabağ 2, Neftçi 2 qarşılaşması baş tutacaq. Heyətləri ilə tanış ola bilərik. Başlayaq Qarabağ 2-dən. Onlarda qapını 71 nömrə Kanadan kapitanı Qurban Məhərrəmov qoruyur. 25 Nihat Həsənzadə, 48 Ayaz Mikailov, 42 Mahmud Ağayev, 92 Qurban Səfərov, 77 Nihat Mehralıyev. Neftçi 2-nin heyəti komandamızda qapını 96 nömrəli Nicat Qaragözlü qoruyur. 71 Cavanşir Şahbazlı, 70 komandanın kapitanı İbrahim Novruzov, 74 Kamal Kazımov, 67 Faris Xeyrullayev, 35 Fərid Səfərli, 68 Nurlan Musayev, 75 Sənan Ağayev, 78 Elcan Əbilov. Fit səslənir, maç başladı, Neftçiyə uğurlar. Kamal Kazımov indi hesabı açmaq olar. Kamal cərimə meydançasında Kazımovun ötürməsi, zərbə! Elcan Əbilov. Kamal başla yaxşı endirdi komanda yoldaşı üçün topu. Cavanşir Şahbazlı ilə sol cinahdan Neftçinin hücumu. Cavanşir cərimə meydançasında ötürmə etmək olar. Şahbazlı, Cavanşir zərbə endirir. Şahbazlı və gol! Cavanşir Şahbazlı 32-ci dəqiqədə Neftçi hesabı açır. Əla bir gol vurur Şahbazlı. Topu düz 9-luğa göndərir. Top tirə dəydikdən sonra qapıdan keçir. Şahbazlı əla zərbə idi. Səfərdə hesabı açır Neftçi. Sənan zərbə endirir. Ağayev 2-0. Sənan Ağayev cərimə zərbəsindən fərqlənir. Ardıcıl qollar Neftçi 2-dən. Və baxımlı qollar, necə qollar. Əvvəlcə Cavanşir Şahbazlı, ardınca isə Sənan Ağayev. Futbolçu Sənan Ağayev. Burada qapıçının edə biləcəyi bir şey yox idi. Sənan Ağayev Cavanşirin göndərdiyi yerdən bir qədər aşağı olardı. Qarşılaşmada birinci hissə başa çatır. Xətti vaxtından əvvəl keçmişdi Qarabağın futbolçusu. İkinci hissə yenidən start götürdü və komandamıza ikinci hissədə də uğurlar arzulayırıq. Sənan ötürməsi qapı qarşısına. Başla zərbə Məhəmməd və gol! 3-0! Məhəmməd Məmmədli başla topu qapıdan keçirir. Fərqi 3 topa çatdırır Məmmədli. Sənan Ağayev. Bir gol, bir asist. Məhəmməd Məmmədli başla qola çevirdi. Və qarşılaşmanın final fikri səslənir. Neftçi 2, Qarabağ 2 ilə görüşdən 3-0 hesabı ilə qalib ayrılır və aktivinə növbəti 3 xalı yazdıraraq turnir cədvəlində birinci pillədə bir qədər də möhkəmlənir.